Pandaların vətənindəyik. Özüm ölüm bu pişiyə oxşayır. Dur ağa. Durdu. 11-ci bölümə baxırsınız. Çendu şəhərindəyik. 20 milyonluq bir şəhərdir. Böyük şəhərdə dedik, burada 2 gün qalaq. Və pandaların yanına gedəcəyik. Getməzdən əvvəl mənim karqum gəlib. Dostum Mikail göndərib, sağ olsun, hədiyyə göndərib mənim üçün. Belə bir tentdir. Bizə lazım olacaq bu. Harda? Çində, Çin deyirəm, Taylandda, Laosda, bu göl ətrafında, dağlıq yerlərdə günəşdən qorunmaq üçün. Mən də bunu yüksək peşəkarlıqla bağlamağa çalışıram. Burada Alman nömrəli Çin maşını görürəm. İlk dəfədir xarici nömrəli maşın görürəm. Qarajdan çıxmaq istəyəndə biraz üstünü sürtürəm. Eybi yoxdur. Bir təhər çıxırıq, hara gedirik? Panda parka gedirik. Bəli, şəhərdən 20 kilometr uzaqlıqda yerləşir. Çendu da çox gözəl yolları, gözəl, möhtəşəm bir şəhərdir. Mən Çində hələ ki pis bir şey görməmişəm. Pis yol, pis şəhər anlayışı olmayıb. Özləri də yaxşıdırlar, qonaqpərvərdilər. Gedək görək pandalar necədir. Pandaları mən uşaqlıqdan sevirəm. Yaxşı, şirin heyvanlardır, nə? Qaldıqlardır, nə deyim, belə bir şey. Adam heyvan da demək istəmir ona. Və gəldik bura, 50 qəpik verdik 2 nəfərə və maşını saxladıq. Avtobusla pandaların yanına qədər yola davam etdik. Ora nəqliyyat vasitəsi buraxmırlar və bura gəldiksə sağda solda hər şey panda ilə bağlıdır. Pandalar şəhəri Çendunun ən məşhur parkındayıq. Bura Panda Parkı adlanır və 1987-ci ildə yaralanıb. 6 pandanın elmi tədqiqat araşdırma işinə başlayıblar. İndi pandaların sayı onlarladır burada. İndi gedək görək pandalar yatıb yoxsa oyaqda. Bir günün çox hissəsini bambuq yeməklə və yatmaqla keçirirlər. 2 nəfər üçün ödəniş eləyir 30 manata yaxın bir pul. Ödənişimizi edirik və daxil olduq içəri. Park çox böyükdür, təbii bir meşə ərazisini xatırladır. Əslində meşədir, hər tərəfdə bambuq ağacları. Gözəllik, yaşıllıq, adam özü var ha, panda olub bu gözəllikdə yaşamaq istəyir. Dünyada bir çox zooparklarda gördüyünüz pandaların hamısının vətəni Çendudur və həmin pandalar Çinin qoruma proqramı çərçivəsində qorunur. Və bu zooparkda pandaların yaşaması üçün real təbiətdə necə yaşayırlarsa, o formada şərait yaradıblar. Sağ və sol tərəf hamısı bambuq ağaclarıdır və onu deyim ki, burada gigant pandalarla bərabər qırmızı pandalar da qorunur, saxlanılır. Gedib indi birinci gigantları görək, sonra isə qırmızıları görəcəyik. Hani? Daha, buradadır, bala panda. Bəli, ilk pandanı tapdıq. Bala bir pandadır və burada başlayır nə yeməyə? Bambuq yeməyə. Xırs. Günü hələ bambuq yemək və yatmaqdan ibarətdir. Nə? İnsanlara heç bir reaksiya vermir. Çünki çoxsu yatıb. Bu nəsə yatmayıb. Uşaqdır da, bu nadinclik eləyir, yatmır. Və bir də onun maraqlı faktı sizə deyim ki, panda doğulanda bəzən sıçan boyda olur. Yəni onun böyüklüyünə baxmayın ha. Belə doğulanda balaca doğulur. İndi qırmızı pandaların yanına gedirik. Deyir, burada qırmızı panda növü doğulur. Görək onlar nə olan şeydir. Mən həyatımda ilk dəfə qırmızı pandağı da eşitdim. Ay gördüm, bu dəliyə oxşayır, nəyə oxşayır? Tülkiyə oxşayır bu. Ad qoya bilmirəm amma belə panda olar. Manuş panda deyirsiniz ki siz. İnan Allaha ki, belə panda adına ləkədir. Özü çox tənbəldir bu da. Arxamda gördüyünüz bu balaca qırmızı pandadır. Biraz görünüşü fərqlidir. Həyatımda ilk dəfədə qırmızı panda görürəm. O da digər pandalar kimi bambuq yeyir, almadan, armuddan yeyir. Yəni ət yeyən deyil. Panda. Eşitmir. Özü adam bilmir bunun pandaları necə çağırsın. Pani, yaxşı qoymuşam elə ad. Pani. Bu nəsə bu panda pişi ilə qarışığı var. Ağacda gəzir. O biri pandalar da gəzirdən ağacda. Özüm ölüm bu pişiyə oxşayır. Qırmızı pandanı turan nə yaxından, nə gözəlliyində çəkib. Yox, şirin heyvandır, pişi ilə tülkün qarışığıdır. Mənə maraqlı gəldi bu panda növünün üzü. Biraz pişi ilə elə bir qarışığı var. Üzündən pişiyə oxşayır, ora bax. Bu ayı sifəti yoxdur valla bunda. Pişik yerinə gətiriblər bizi. Qırmızı pandalardan qonşu ölkələrdə, Nepalda, Hindistanda, Butanda da görə bilərsiniz. İndi isə gedirik əsl kişi pandaların yanına. Hazırda bala panda yemək yeyir, bambuqun yeyir və nadir hallarda pandaları belə yaxın görə bilirik. Çalışın, siz bura gəldikdə səhər saat 7-dən 10-a qədər gəlin, o zaman oyaq olurlar. Biz günorta vaxtı gəlmişik, çoxsu yatıb, amma bir neçə dənə bala panda oyaqdır. Və pandalar həqiqətən möcüzəvi, çox fərqli, çox şirin varlıqlardır. Həyatımda gördüyüm özü də ilk pandadır. Və panda nə edir? Naharın eləyir.
Nahar eləmirik, yəni bütün gün yer də bu. Qamışı görsün, qamış yox. Bambuğu görsün necə səliqəylə, necə sahmanla. Siz onun səsini eşidərsiniz, bilirdə. Xırç, 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 xırç. Ağzını elə rahat-rahat işlədir. Şirin də, şirin balam mənim. Cəsura oxşayır, balaca balam Cəsura. O birisi də Rəsul oxşayırdı. Pandan biri də orada qaya kimi yatıb. Nətər yatdı bura baxın. Çox tənbəlsiz ay pandalar. İşləyin. Dur ağa. Arxasından keçəcək indi bax. Nətər yatıb ha bu? Söz var ya, ayı kimi yatıb. Bax həmin sözdür. Daha. Pani. Durdu səni. Ay Pani. Dur ağa. Durdu. Gəl. Gördü səs salam çıxdı getdi. Bunun krediti var. Dərdlidir. Bir nəsə üzündə belə problemli heyvan oxşayırdı. Gəldi yatdı şirin-şirin. Görürsüz, mən öz dilimi də pandalara öyrətdim. Parkın ərazisində belə bir göl var. Gəlib gölün yanında dincələ də bilərsiniz, əylənə də bilərsiniz. Yenə gilas satan xanımı görürəm burada. Meyvələrin bilməm nə qatırlar, nə edirlər, ancaq belə o dördə. Gəldik Nivamızın yanına, parkinqə. Nivamıza minirik, gedirik yenidən şəhər tərəfə. Acından ölürük. Dedik bir dənə beynəlxalq bir restoran tapaq. Dana pizza restoranı tapırıq. Məcburi bir tər başa salırıq qardaş. Bu ingiliscə var. Bizdə bilməyən də okey, nəsə başa. Bunlar heç nə bilmirlər. Və bizdə pizza satanlara deyim ki, baxın bu üsuldan istifadə edin. Mən İranda da belə yemişdim. Elə bir tavanın içində bişirirlər pizza çörək kimi. O qədər dadlı olur, o qədər qəşəng olur ki. Sponsorlarımızın biri Saloğludur. Saloğluda bu dəqiqə mebel festivalı var. Deyante'de var olsun. Və Qalfdır, motor yağımız Qalfdandır, möhtəşəm bir yağdır, sınamağa dəyər. Və Parsona, Çindən istədiyiniz məhsulları Parsonadan sifariş verə bilərsiniz. Mənə desə Çindən mən üçün onu al, bunu al. Mənə demək lazım deyil. Ən xırda məhsula qədər Parsonadan sifariş verə bilərsiniz. Partnyorumuzdan biri də SM Pro'dur. Bizimlə sizin əlaqənizi SM Pro vasitəsilə qururuq, sərfəli internet paketləri alırıq. Çanaq pendiri də öz yerində, modamer də öz yerində. Sponsorlardan danışdıq və biz nə edirik dostlar? Yolumuza davam edirik. Gedirik şəhər tərəfə. Həmyerlimiz Vüqar mənə yazıb, deyib mən Çentuda yaşayıram. Çentuda ümumilikdə 5-6 Azərbaycanlı yaşayır. Çox yaşamır. Türklər də azdır burada. Ona görə də dedik ki, axşam görüşərik. Biz də yavaş-yavaş otelə doğru gedirik. 2 mərtəbəli, 3 mərtəbəli, 4 mərtəbəli yolları burada görürəm. Bir dənə denən bu yollarında tıxac gördüm. Yox. Elə qurublar, elə eləyiblər, tıxac yoxdur. Özdə bu tunellərin üstün, sağın, hər tərəfində bu sarmaşıqdan eləyiblər. Çox bəyənirəm bunların şəhər salmasını. Möhtəşəmdirlər. Eşq olsun Çin və Çinlilərə. Eşq olsun Azərbaycan və Azərbaycanlılara. Bir də Nivədə sağ ol deyirəm ki, bu qədər yol gəlib. Tural da sağ olsun, Allah var eləsin. Bizlə sizin əlaqənizi o qurur. Necə çəkir, montaj edir, videonu hazırlayır. Zəhmətin danılmazdır Tural Paşa. Xürrəm yaşa. Və Vüqar gəldi, onunla görüşürəm, Li maşını sürür və deyir ki, gedək səni Çendu ilə tanış eləyim. Çendu çox maraqlı şəhərdir, gəzməli, görməli yerlər var. Bütün Azərbaycanlılar var olsun. Hara gedirəmsə, əl qollarını mənim üçün açırlar. Görün dünyada hansı, tutaq ki, qonşu ölkələrdə filan hansı bloqeri öz həmyerliləri belə qarşılayır. Bizimkilər, Azərbaycanlılar çox qonaqpərvərik, çox möhtəşəmik. Və mərkəz küçəyə gəldik. Dedi ki, maşını saxlayaq burada. Mərkəzdə gəzməli, görməli bəzi yerlər var. Belə bir mola daxil oluruq. Bir pandanın burada bir dənə elə bil, nə bilim, heykəli var, nəyə var bilmirəm. Dedik qalxaq, onu sənə göstərim və binanın ən üst qatına qalxacağıq indi. İndi birinci pandanı buradan görürük, binaya dırmaşan formada. Yəni hər şey pandadan ibarətdir burada. Pandanın axırda adam var, iyrənir. Və qalxırıq binanın başına, burada da şəkil çəkdiririk, pandanı görürük, ölüsün də, dirisin də, yəni pandanı hər cürə görürük. Və buradan ayrılırıq, gedirik, bunların piyada küçələri var burada. Biraz elə bir bizdə Port Baku tərəf var, yəni elə bir lakşeri bir yerdir. Buraları gəzirik, görürəm ki, biz buralıq dörük. Digər Azərbaycanlı dostumuz gəlir, o da var olsun, minnətdaram. Onunla görüşürük, onunla da biraz gəzirik və uşaqlar deyir ki, gedək oturaq. Bir Azərbaycanlımızın işlətdiyi restoran var, gedək oturaq orada və orada biraz xoş vaxt keçirək, söhbətləşək, həmdəm olaq. Bu qız da TikTokda canlı yayım açmışdı. Burada TikTokla, bunlarda doyun adlanır da, öz TikToku, satışı filan, hər şeyi bunlar TikTokla edirlər.
Və gəldik növbəti bahalı bir küçəyə. Burada da restoranlar küçəsidir. Fərqli dünyanın müxtəlif restoranlarının filiallarını burada tapa bilərsiniz. Azərbaycanlı dostumuzla otururuq, söhbətləşirik və uşaqlar sərinləşdirici içkilər deyirlər özünə. Mən də bir də maxito içirəm. Əylənirik, söhbətləşirik, dərdləşirik, tanış oluruq. Bütün azərbaycanlılar var olsun. Hamısına minnətdaram və biz buradan yavaş-yavaş ayrılırıq. Sonda isə mən ayıq sürücü funksiyasını otelimizə qədər yerinə yetirirəm. Yuxarı maşın çox qəşəngdir, çox əla idi. Ayıq sürücü sistemi burada belədir. Velosipedlə, skuterlə gəlir, minir maşına, ünvana çatdırırlar. Və bizim növbəti sifarişimiz gəlib dostlar. Günəş paneli sifariş vermişdik. Bunu niyə sifariş vermişik? Bizim o 220 verən aparat var, onu qidalandırmaq üçün. Və biz səhərçi gün restoran axtarışında olduq. Görürük ki, burada türk restoranı var, Mado. Boy, o qədər sevindik. Mən Mado'yu görəndə bu qədər sevinməmişdim. Mado Çinin hər yerində demək olar ki, yavaş-yavaş artır və türk restoranında bir dənə Azərbaycanca, türkcə biraz bilən, Guangzhouda deyir işləmişəm. Bir qız tapırıq və ona deyirik ki, biz kabab istəyirik. Kabab sifarişimizi veririk, qəşəng dadlı kababdan yeyirik və otelimizə doğru gedirik. Günəş panelin gördüyünüz kimi qururuq. Maşın var, müharibəyə hazırdır. Yəni hər şey var maşının içərisində. İndi un axtaram ki, un alım, çörək bişirim. Çörək birazdan sonra tapa bilməyəcəyik. Günəş panelini qurduq. Nə qədər günəş varsa, bizim tükənməz enerjimiz olacaq. Biz o aparatı maşına soyuducunu qoşmuruq ki, dinamamız xarab olub yolda qalmayaq. Siz deyirsiniz maşın xarab olsun. Biz istəmirik. Biz yol getmək istəyirik. Sizə maraqlı məlumatlar vermək istəyirik. Maşın xarab olanda nə olur ki? Sevinirsiniz? Yox, xarab olmayacaq maşın. Və yolda yenə bir dinlənmə yerində dayanırıq, dincəlmə yerində. Hər yerdə bu formada su başları, yəni su götürmək üçün xüsusi yerlər var. İsti suyumuzu götürürük və yolumuza davam edirik. Tunellərdən keçə-keçə, gedə-gedə bir dənə Pabeda şokolatı ilə elə şokolat yeri asmışdım, dedim biraz enerjimiz olsun. Tural da bir dənə ice kofedən içir, biz onun kofesindən və yolumuza davam edirik. Yavaş-yavaş meşələr artır. Gözəllik, bəh, nə qəşəngdir, nə gözəldir buralar. Yolda dayanlıq dünəndən qalma pizzamız var idi, ondan yerik. Yolda biraz çörək tapırıq, çörək də bilinmir nə çörək, desən unsuz çörəkdir. Həqiqətən elə çörəklər var. Yenə yanacaq vururuq. Yanacaq, yol, çörək. Yanacaq, yol, çörək, çörək. Yəni belədir yolumuz. Pullu yollara çox pulumuz gedir, amma yol əsrarəngiz, möhtəşəmdir. Mohan Boten sərhədinə 1200 kilometr yolumuz qalır və yol tropik iqlimi ilə fərqlənir. Çox gözəl meşələr və yollar çox hündürdən körpülər vasitəsilə, tunellər vasitəsilə keçir. Hazırda bir tuneldəyik. Tunelin uzunluğu 10 kilometrə yaxındır. Hələ 8 kilometrdə hələ belə davam edirik. Mən Avropada İtaliya ilə Fransa arasında uzun tunellərə girmişəm. Çinin də tunelləri möhtəşəm. Tunellər gözəldir və bizdə də gözəl yollar var və Kəlbəcərdə 30 kilometrlik səhv eləmirəmsə böyük tunel tikilib. İnşallah o tuneldən də getmək mənə nəsib olar və biz yavaş-yavaş cənuba doğru gedirik. Cənubda da yolumuz haradır? Düşəcəyik Laosa, oradan da Taylanda. Elə bir buralara baxanda Çin, ənənəvi Çini xatırlamırsınız. Və gəlirik növbəti qalacağımız yolüstü bir şəhərə. Gecəni burada keçirəcəyik. Növbəti vloqda isə sizinlə yenidən görüşəcəyik.